mövzumuz 9-cu sinif ingilis dili, böyük summativ qiymətləndirmə nümunəsi 1, variant A. Take part in something sözünün deməli definition'ını istəyir bizdən. Artıq 9-cu sinifsiz bilirsiniz definition nədir? Yəqin ki, bilməyənlər üçün mənası. Yəni bir şeydə iştirak etmək. To participate in something. Nədəsə iştirak etmək. Choose the correct word to the definition by chance or by mistake. Təsadüfən, səhvən. Bu deməli onun açıqlaması. On purpose qəsdən də adventure, macəra, creature, yaratıq, accidentally, təsadüfən, qəfildən, intensivdəki yox. Essential sözünün mənası importantdır. Increase sözünün antonimini istəyir. Decrease, increase çoğalmaq, decrease azaltmaq. Being in the mother tongue helps recognize and understand things better. Ana dilində səlis danışmaq, səlis olmaq, yəni səlis nitqə sahib olmaq. In the mother tongue sənə əşyalar nələrsə, yəni ümumiyyətlə xatırlamaq, başa düşməyə daha yaxşı kömək eləyir. Uncountable noun istəyir. Sayılmayan isimlər, battle sayılır, offer sayılır, bravery. Sayılmır, məchul isimli, worms sayılmır. Bir variantı. Düzgün sözünü, doing exercise and drinking water are essential. Vacibdir bizim sağlamlığımız üçün, for our well-being. Quantifier istəyir, yəni kəmiyyət sifətləri. He has much friends, düzgün kəmiyyət sifətləri, yəni friends sayılan isimdə much olmaz. Do you have many bread? Bread sayılmayan isimdir, many olmaz. Ted needed many advices. Advice sözü ümumiyyətlə sayılmayan isimdir, many olmaz. Sheila wants to get many information sayılmayan isimdir, many olmaz. I have much news to tell you. Sənə verəsi çox xəbərim var, uşaqlar. Yəni, burada muchdan many-ni gördük. Much üstəgəl sayılmayan. Many üstəgəl sayılan. Yes. Girls, qızlar. Bir neçə qıza müraciət elədiyinə görə və uşaqlar belə xitablı cümlələrdə, ümumiyyətlə əmr cümlələrində müraciət ikinci şəxsin təkinə və ya cəminədir. Ona görə də özünüz edin deyir. Özünüz ütləyin. Abstract noun. Mücərrəd isim. Kindness. Honesty. Dürüstlük, nəzakətlik. Stone, daş, mücərrəd deyil. Advice, mücərrəddir. Friend, mücərrəd deyil. The next, definite article. Choose the correct use of the definite. Düzgün, Z artiklının düzgün istifadəsinə baxın. The next station, bəli olar. The last page, olar. The next year, olmaz. The same year, olar. The only chance, olar. Bəli. Deməli, uşaqlar. Next, same sözü həmişə Z ilə işlənəcək. Next və last sözlərindən sonra isim gəlir. Last. İsim. Məsələn, next page ilə növbəti səhifə, last page sonuncu səhifə. Amma uşaqlar, onlarda biz Z işlədirik. Z. Amma əgər bu isim zaman mənalı isimdirsə, zaman mənalı, yəni zaman zərfi yaradırsa, zaman zərfi. Last year, next year, orada article olmaz. Məsələn, next week, gələn həftə. Next day, növbəti gün.
last day, sonuncu gün, last week, keçən həftə. Bunlarda I'm sorry, işlətmək olmaz. Tag question istəyir. You live downstairs. Uşaqlar tag question'ı necə düzəldirik? Vergüllə ayrılır sözdən, deməli, zamana uyğun olaraq, deməli, həmin zamanın ümumi sual cümləsinin quruluşunda olur. Yəni, köməkçi və ya modal fe'l, deməli, üstəgəl, müddədə. Amma bir dənə əmma var ki, cümlə təsdiqdədirsə bu tərəf tag question inkarda olacaq, bir-birinin antonimi. Cümlə inkardadırsa bu tərəf təsdiqdə olacaq. Və Azərbaycan dilinə eləmi kimi, türklərin öyləmi kimisi tərcümə olunur belə. You live downstairs, baxırıq ki, bu təsdiqdədir. Deməli, bu tərəf bizə inkar lazımdır. Don't you? She's never late. Is never, burada inkarlıq var. Is she? Ona görə təsdiq götürürük. Sheila can't speak English. Sheila qız olduğuna görə can't she. He used to go fishing. Təsdiq cümlədir, didn't he? Ben doesn't like eating sushi. Does he? So do I, neither do I. Burada isə mən də deməkdir. So do I, neither do I kimi ifadələr mən də deməkdir uşaqlar və burada artıq uyğunlaşma var. Bura təsdiqdədirsə, burada təsdiqdə. Bura inkardadırsa, burada da inkarda. Təsdiqlərdə so ilə başlayan, inkarlarda isə neither ilə və cümlə quruluşuna da fikir verin ki, uşaqlar burada inversiya baş verib. Yəni, so və neither'dan sonra fe'l gəlir, köməkçi fe'l, sonra mübtəda gəlir. I was at the office. Bu dialoqlarda işlənir uşaqlar özdə. Bir adam demir. Tag question'ı bir adam deyir. Deyirəm ki, sən aşağıda yaşayırsan. Eləmi? Don't you? Sheila can speak English. Sheila ingiliscə danışa bilir. Eləmi? Can't she? Amma bu isə dialoqdur. İki nəfər danışır. Biri deyir, I was at the office. Mən ofisdəydim. O biri də deyir, baxırıq təsdiq cümlədir. Aha, deməli, so ilə başlayacaq. Köməkçi fe'l was olacaq. So was I. Belə, yaxşı. Sonra, Sally has found a job. Aha, biri deyir ki, Sally iş tapıb. Bu da deyir ki, mən də tapmışam. So, sonra has işlənib. Görürsünüz burada. Biz indi have'in I-ya uyğun versiyasını I have deyirik də, düzdür, I has demərik ki, so have I. Sonra üçüncü cümlə, Tom can't speak French. Aha, deyir ki, Tom danışa bilmir, artıq inkardır, inkarda olduğuna görə neither verəcək, neither. Sonra nə verəcək uşaqlar? Can. Neither can I. Deyir ki, filan kəs fransızca danışa bilmir. Bu da bu biri də deyir ki, mən də danışa bilmirəm. I like studying. Aha, mən oxumağı xoşlayıram. Hansı zamandır? Present simple zamandır. Bu biri də deyir ki, mən də xoşlayıram. So do I. So. Beşinci cümlədə var imiş. I didn't go to bed late yesterday. Mən deyir, dünən gecə yatmağa gec getməmişdim. O biri də deyir ki, heç mən də gec getməmişdim. Gec yatmamışam. Və inkarda olduğuna görə cümlə nə ilə başlayacaq? Neither. Neither. Uşaqlar buna neither də deyirlər. Neither. Kömək fe'l did. Amerikan variantında əsasən neither işlənir. Did I? Aha, make up a sentence, cümlə düzəldin. Reading highlights personal and development beneficial growth. Aha. Reading. Şöyle burada bir şey çatmır. For.
Belə olar cümlə. Reading is highly beneficial, xeyirli, çoxdur, xeyirlidir. For şəxsi inkişaf, personal growth, growth and development. Şəxsi elə eyni məna gedir də, inkişaf. Şəxsi inkişaf üçün çox xeyirlidir. Yəni, okay. Bir mətni oxu və suallara cavab ver. How many cups of coffee did you drink yesterday? Neçə stəkan kofe içmisən dünən? Where did the coffee come from? Coffee hardan gəlib? There is a good chance that your coffee came from one of these countries. Yaxşı bir əgər kofin deyir bu ölkələrdən gəlibsə, Braziliya, Kolumbiya, Indonesia, Ivory Coast or Ethiopia. Deməli, əgər bu deyir kofi fil dişi sahilindən və ya Efiopiyadan gəlibsə, sən şanslısan. These 5 countries produce most of the coffee in the world today. Deməli, bu 5 ölkə dünyadakı kofinin əsas hissəsini istehsal edir. Brazil produces about half of the world's crop of coffee beans. Braziliya demək olar ki, dünyanın kofe qəhvə dənələrinin məhsulunun təxminən deməli yarısını istehsal edir. The coffee plant is really a small tree with shiny leaves. Kofe bitkisi balaca, parlaq yarpaqları olan bir ağacdır. If a coffee plant grows for about 3 years before it produces any fruit. Deməli, meyvə verməzdən qabaq 3 il ərzində böyüyür. After that, it produces fruit for about 40 years. Və bundan sonra 40 il o meyvə verir. The coffee bean is the seed of the fruit. Qəhvə dənəsi deməli meyvənin toxumudur. It is difficult to pick coffee beans. Kofe deməli toxumlarını, dənəciklərini yığmaq çətindir. Machines can't do it well, so people pick most of the coffee beans by hand. Bunu maşınlar edə bilmir, ona görə də insanlar kofe dənələrini öz əlləri ilə yığırlar. Workers typically pick between 20 and 40 pounds of coffee beans a day. Deməli, workers adətən, işçilər adətən gündə 20-40 pound, yəni bu çək vahididir. Qəhvə dənəsi istehsal, yəni yığırlar. The old way to grow coffee plants is under large trees. Deməli, köhnə üsul böyük ağacların altında nədir? Köhnə deməli, böyük ağacların altında kofe bitkisi böyütməkdir. Yəni kofe deməli ağacını daha hündür ağacların altında yetişdirirlər. The trees protect the coffee plant from the sun. Və bu ağaclar kofe bitkisini günəşdən qoruyur. The trees are also home to many kinds of birds. Ağaclar həm də bir çox deməli quşlara yuvadır. Unfortunately, the coffee plants on these farms need more water and more fertilizer. Təəssüf ki, bu fermalardakı qəhvə bitkiləri daha çox suya və daha çox bitkiyə, gübrəyə ehtiyac duyur. And without the trees, the birds don't have a place to live. Və ağaclar olmadan quşların yaşamağa yeri olmur. What is the passage mainly about? Passage əsasən nə haqqındadır? Nə haqqındadır uşaqlar? Yes, the coffee plant. Bitki haqqındadır, kofe bitkisi. Choose an incorrect statement according to the passage. Mətnə əsasən səhv cümlə.
The coffee plant is a small tree. Yes, balaca ağacdır. It's difficult to pick coffee beans by hand. Əl ilə yığmaq çətindir, bəli. A coffee plant typically produces fruit more than 40 years. Bəli, 40 ildən çox istehsal edir, elə yazılmışdı da. Baxaq, more than 40 years yazılır. For about, təxminən 40 il. Bəzən bir də görsən belə şeylərdə, xırda şeylərdə səhv uşaqların diqqətini yoxlayırlar, baxaraq. Brazil produces 50% of the world's crop of coffee beans. Brazilya'ydı o uşaqlar. 50%'ni. About half of the world's crop, yes. Bəli. Brazil produces 50% of the world's crop of coffee beans. Yes, o da doğrudur. A coffee plant produces its fruit as soon as it grows. Böyüyən kimi deməli bitki istehsal edir. Bəli, variantıdır. Böyüyən deməli yox, burada variantıdır uşaqlar. Çünki 3 il vaxt aparırdı onun böyüməsi. Which question has no answer in the passage? Hansı sualın cavabı yoxdur? Baxın. Which countries produces most of the coffee? Hansı ölkələr kofenin çoxunu istehsal edir? Onun cavabı var. Why do people pick coffee beans by hand? Nəyə görə insanlar əlləri ilə yığır? Bunda cavabı var. Çünki maşınlar yığa bilmir. Why do some farms raise coffee plants under the sun? Nəyə görə günəşin altında? Belə bir şey yoxdur. Belə bir şey yoxdur. Çünki deyir ki, günəşin altında yetişdirmirlər. Is it cheaper to grow coffee plants under trees or in the sun? Heç bunda cavabı yoxdur. Axı under the tree-dir burada. Kofe bitkisini deyir, is it cheaper to grow? Ucuzdurmu deyir kofe bitkisini ağacın və ya günəşin altında. Belə bir şey də yox idi uşaqlar. Why are you? Deməli, why nə soruşur? Why are coffee plants grown under the large trees? Bəli, E-nin cavabı var. Okay. Burada uşaqlar D variantı da, yəni. Bunu isə C variantını yazırıq. Okay. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamla. Because of the lack of the trees. Nə olub uşaqlar? Deməli, the birds, ağacların çatışmazlığına görə, the birds have nowhere to live. Quşların yaşamaya yeri olmur. Bəli, cavab elə budur. The birds can't sing song. Mahnı oxuya bilmir. Yox, başqa ölkələrə uça bilmir. Ağaclar böyümür, kofe ağacı, xeyr. Az suya ehtiyacı var, belə bir şey də yoxdur. İşte bu qədər uşaqlar. Bu videolu. Baxın, o bir variant varmı burada? Burada o bir variant yoxdur. İşte bu qədər uşaqlar. Sağ olun.